Vətən uğrunda canından keçən qəhrəmanlarımızın bizə qoyub getdiyi ən müqəddəs əmanət onların övladlarıdır. Yaşad fondu bu əmanətlərin asudə vaxtını səmərəli təşkil etmək və onlara bir qış nağılı yaşatmaq üçün Qəbələdə növbəti düşərgəsini keçirib. Tufandağın qarlı zirvələrində xizək sürməyi öyrənən, yeni dostlar qazanan 21 şəhid övladı üçün bu 4 gün əsl motivasiya olub. Vətən müharibəsindən sonra Yaşad fondunun həyata keçirdiyi təqdir olunan layihələrdən biri şəhid əmanətləri, yəni onların evlatları üçün fəsillərə görə düşərgələrin təşkil olunması idi. Belə düşərgələrdən biri Qəbələ Turizm İstirahət Mərkəzlərində təşkil olunub. 4 gün boyu müddətində 21 şəhid evladı burada həm xizək sürüb, həm də Qəbələnin tarix, mədəniyyət abidələri ilə yaxından tanış olublar. Proqram çərçivəsində iştirakçılar Tufandağ qış-yay istirahət kompleksində xizək təlimləri və dağ kosteri, dağ yelləncəyi kimi müxtəlif fəaliyyətlərdən istifadə edərək vaxtlarını səmərəli və maraqlı keçiriblər. Məncə 5-ci illik yaşad düşərgəsində iştirak eləyirəm, yayda da iştirak eləmişəm. Biz yəni bura çox maraqlıdır, təzə dostlarla tanış oluruq. Mən əvvəl xizək sürməyə gəlmişəm bura, amma yəni maraqlıdır da, yəni öyrəndim, bəzi təzə şeyləri öyrəndim. İlk dəfə də bura gəlirəm, Tufandağa. Əvvəl bura gəlməmişdən əvvəl xizək sürməyi bilmirdim. Hətta xizək haqqında bir çox məlumatım yox idi. Bura gəldikdən sonra artıq biz burada xizək sürməyi öyrəndik. Çox istərdim ki, bu qış düşərgəsi hər il olsun və biz burada iştirak eləyək. Həm əylənirik, həm öyrənirik bu düşərgədə. Xizək sürürük, 1,5 kilometr qalxmışıq, 4 kilometr qalxmışıq yuxarı. Ola bilsin də bugün 7 kilometr hədəfimiz var qalxmağa. Düşərgədə Sumqayıt şəhəri və Abşeron rayonunda yaşayan 13-15 yaş aralığındakı şəhid övladları iştirak ediblər. Yaşad fondu ümumilikdə bugünə qədər 65-dən çox layihə icra edib ki, bu layihələrdə ümumilikdə 30 minə yaxın şəxs iştirak edib. Bu il isə 2026-cı ilin əvvəlləri olmağına baxmayaraq, Yaşad fondu sayca 5-ci layihəsini həyata keçirdir. İlin növbəti layihələri isə zamanında tədbirlər planına uyğun olaraq öz vaxtında zamanında tərəfimizdən həyata keçiriləcək. Qeyd edək ki, düşərgənin təşkilində məqsəd iştirakçılar arasında qış mövsümünə uyğun idman növlərinə marağın artırılması, onların asudə vaxtlarının səmərəli təşkili, eləcə də yeni dostluq münasibətlərinin formalaşdırılması üçün şərait yaratmaqdır. Rasim İslamov, Bəxtiyar Atayev, Aysən Ələkbərova, İTV Xəbər, Qəbələ.